Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Yeni bir mənzilimiz çıxsa Xırdalan şəhərində, Xırdalanın tam mərkəzində, əsas prospekt yola çox yaxın bir məsafədə, yeni tikilən 16 mərtəbəli qazlı kubçalı binanın 15-ci mərtəbəsindən mətbəx otağından çəkilişə başladıq. Şəxsi təmiri bir mənzildir, mebel yeni qurulub, mənzildə yaşayış olmayıb, mətbəxdən eyvana çıxış var. İstilik sistemi kombidir, kombi aparatı eyvanda yerləşir. Baxın, əsas prospekt yol bax buradan görünür. Tim mərkəzi, prospekt yol. Eyvanı da təmir edilib, bütün kommunallar mövcuddur. Mənzilimiz kubçalıdır. Dövlət ipotekasına yararlı bir mənzildir. Ümumi sahə 82 kvadratdan ibarətdir. Qanuni 2 otaqlı bir mənzildir. Təkrarən yadınıza salın ki, şəxsi təmiri bir mənzildir. Qranit olan yerləri isti döşəmədir. Mənzilin giriş hissəsidir bura. Giriş qapımızdır. Əlavə dolap yığmaq üçün əlverişli sahə var. Bura bir yataq otağıdır. Gördüyünüz kimi sahəsi çox genişdir. Nasır üsulla təmir edilib. Bura sanitar qovşağımızdır, tam təchizatlıdır. Baxın. Duş kabinəsindən belə qurulub. Kubça əldədir, dövlət ipotekasına yararlı bir mənzildir. Bura isə mənzilin yataq otağıdır. Böyüklər üçün nəzərdə tutmaq olar. Binanın yeraltı maşından əza, geniş həyət bacası, hər bir şəraiti var. 2 sürətli div işləş şəkildədir. Ətraflı mənzil haqqında məlumat almaq üçün bizimlə əlaqə saxlayın, kanalımıza abunə olmağı unutmayın, videonu bəyənlərinizi yazın. Satışda mənzil mülkünüz varsa bizlərə müraciət edin. Satışına qısa bir müddətdə yardımcı olaq. Mənzil haqqında bu qədər. Hələlik yeni çəkilişlərdə görüşənə qədər sağ olun.